Salafanın içərisində də istifadə olunmamış N73 kabroları çox maraqlıdır həqiqətən. Burada da Sovet dövründən qalmış alətlər var, hansı ki latundandır, təmiz tökmə latundan qardaşlar yaxşı şeylər olur adətən. Ümumiyyətlə bu qardaşın polkasında həmişə latundan əşyalar olur, latundan aksesuarlar olur, keçmiş dövrə aid. Kim gəlir, bu nədir? Bu misal üçün deyim də sənədir. Bu keçmiş zamanda, yəni Sovet vaxtı kino çəkilişləri zaman işığı ölçən bir cihazdır. Videoları izlərkən bəyənib səhifəmizə də abunə olmayı unutmayın ki, az sonra yeni paylaşımlar verəcəyik. Qaçırmayasınız. Ümumiyyətlə maraqlı bazarda və gördüyünüz kimi maraqlı bazarda maraqlı şeylər həddindən artıq çoxdur. Qiymətlər də ki dəyişir təbii ki, hər qiymətə burada dəmir dümü, nə bilim aksesuarlar, Sovet əşyalar tapa bilərsiniz hər qiymətdə. Burada misal üçün velosiped var 50 manata, velosiped var burada 250 manata, 150 manata satan velosipedlər də var. Nə qədər olsa elə bir bazar qiymətlərindən qat-qat aşağı olan qiymətlərdir ki, cəmaət gəlir alır aparır. Və gördüyünüz kimi sadə velosipedlər də var, hətta Scarston velosipedlər də var. Uşaqlar üçün də var. Hətta burada 50 arabası da görmüşəm, keçədə kimsə soruşmuş izləyəcəyimizdən. Təbii ki var. Yəni bazarda çeşid çoxdur. Valla bazarı çəkməyə qalsaq elə buradan saatlarla videolar çəkib paylaşır. Baxın, burada da velosipedlər satılır. Hər qiymətə burada velosipedlər var. 50 manatdan başlayır ta ki 150-250 manata qədər qiymətlər dəyişilir və təbii ki yenə deyirəm bazar qiymətlərindən qat-qat aşağı olan qiymətlərdir yenə də.